Ola bilsin ki, həmin vaxt o adamın maddi imkanı olmayıb. Ancaq həmin paltar ona vacib lazımdır. Bəli, insanlıq halıdır. Bugündən görürsünüz də, biz mədəniyyətdən danışırıq. O mədəniyyətdən ki, özümüzə məxsusdur, gəncəmizə məxsusdur. Bax, bizim mücrümüzü əvəz eləmişik bugünlərim digər bir mücrü ilə. Kiçik bir sandıqca. Üstündəki əl işlərinə diqqətlə nəzər getirin və içindəki əşyanı təxmin eləyin. Sizə bir köməklik eləmək istəyirəm Zülfiyə xanım. Televizor yox deyil, biz işləyik bu dəqiqə. Aha, bax, sizə bir köməklik eləyim. Yəqin ki, Görüş filminə baxmısınız. Bəli, bax. Aha, o Görüş filmində ən əsas atributlardan biri, yəni orada nədən söhbət gedir? Yəni bu pambıq deyil. Bax, orada nəyə daha çox önəm verilib? Hansı milli atributlara önəm verilib orada? Bir xatirələri nəzərinizdən keçirin. Xanımın geyimlərindən biri idi. Milli geyimdir. Kəlağayı. Kəlağayı? Biraz da fikirləşsəz tapa bilərsiniz. Biraz da fikirləşsəz. O, mən bildim, bax, yaxınlaşmışsınız. Orada belə bir səhnə var. Milli geyimdir, belə deyək. Milli geyimdir. Milli geyim. Orada belə bir səhnə var Zülfiyə xanım. Bax, orada Kamil yadınızdadır da, yəqin ki. Bəli, bəli, yadınızdadır. O, qız ona hansı hədiyəni verir? Yaylıq verir. Yox. Deyir, bizdə belə bir adət var. Qız oğlana yaylıq bağışlayanda, o da deyir, dayan, axı bu ki, yaylıq deyil. Qızın ona bağışladığı hədiyə nə idi? Qızın ona bağışladığı hədiyə? Aha, mən çox istəyirəm ki, siz hədiyə qazanasınız. Qız yəqin ürəyini bağışlayır. Zülfiyə xanım. Bir dəqiqə, qız ona onu saxlayır, oğlanı. Hər hansı bir əşya deyin, yaxşı. İş yoldaşlarınız yanınızda deyil, onlardan da köməklik istəyə bilərsiniz. Görüş verilişində Kamilə qız nə bağışlayır? Görüş kinosunda. Papağını. Papağını, daha dəqiq desək. Fəs. Papaq deyildi. Ona oxşar bir şeydir. Rus dilində yox, fəsdir də bizdə məncə. Zülfiyə xanım, ilk dəfədir verilişimizə qoşulursunuz. Bəli, bəli. Aha. Bax, siz papaq dediniz. Mən istəyirəm, Cavanşir, haradasa, yəni Hardasa yaxınlaşdı. Bəli. Zülfiyə xanım, bax, həftə ərzində gəlib Elegans restoranının təqdim elədiyi 2 nəfərlik şam yeməyi üçün kuponu bizim studiyamızdan götürə bilərsiniz. Bu araqçın idi. Söhbət araqçından gedir. O araqçından ki... Papaq kimi qəbul eləyək onu. Məhbubə xanımın öz əl işidir. Bax, gələ bilərsiniz. Məhbubə xanımdan bu araqçını da götürə bilərsiniz. Təşəkkür eləyirik zənginizə görə. Bilmirəm, indi mənə yaraşdı, yaraşmadı. Sənin başın ölçüsünün deyil. Yaraşdı. Aha. Bax, belə. Nigar xanım, işlər necə gedir? Artıq deyəsən 80% hazırdır, belə deyək. 60 deyək. 60%. Rəqəmlərin 6-sı artıq demək olar hazırdır. İndi görək verilişin sonunda necə bir şey ortaya çıxacaq, izləyək, gözləyək. Bax, əgər sizin evinizdə Nigar xanımın bəzədiyi qaşlardan yoxdursa, operatorlarımızdan xahiş edərdik. Bax, digər saatları ora Nigar xanım gətirib çox maraqlıdır. Qələmdir, istifadə edirsiniz və o müəyyən ölçüdə qaldıqda siz o qələmləri ora düzə bilərsiniz. Müəyyən qaşlar var, paltarın qıraqlarına vurulan zərrlər var və yaxud da ki, buradan noxuddur səhv eləmirəmsə, hər bir xanımın evində noxud var və o qədər də baha deyil. Çox maraqlı bir ideyadır, ondan da istifadə eləyə bilərsiniz və yaxud da ki, qaşlar da o qədər baha deyil, onları da parça dükanlarından əldə eləyə bilərsiniz. Məhbubə xanım, indi mən Nigar xanımda fikir verdim, əsasən lazımsız əşyalardan, yəni biz lazımsız bildiyimiz əşyalardan istifadə edilir və nəsə düzəldir. Sizdə ən çox, daha çox, məsələn, lazımsız əşyalara el olurmu ki, yığırsınız, nəsə düzəldir? Əlbəttə ki. Kibritlərdən başqa. Hətta bir də görürsünüz ki, bir valideyn gəlib müraciət edir ki, mənim uşağıma tullantı materiallarından əl işi düzəlt. Hansı ki, bir yediyimiz, məsələn, tutaq xama qabıdırsa da ondan, ya bir flamasterların işlərini qutarmasını onun üzərinə düzürük, onlardan bir qələm qabı hazırlayırıq. Yəni, belə şeylər çox olubdur. İstifadə eləmişik. Elə uşaqlar demişkən, sizin ətrafınızda və yaxud da sizdən öyrənmək istəyən uşaqlar varmı ki? İstedadlılar varmı? Tələbələrimiz çoxdur. Hətta bizim
gözəl gənc tələbələrimizdən Azərbaycan Gənclər Rəssamlar İttifaqının üzvü keçən Məhər Məhərrəmi göstərə bilərəm, Rəhmanı göstərə bilərəm ki, onlar gənclərdən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onlar çox gözəl əl işləri var, vitraj, batka üsulundan istifadə edirlər. Hətta sərgilərdə də iştirak edirlər. İndi bir sıra tələbələrimiz var. Hətta mənim özüm əlil uşaqlara da dərs demişəm. Əlil uşaqlar arasında istedadla seçilən varmı? Əlbəttə ki, çox istedadlı uşaqlar var ki. Onlardan nəsə gələcəkdə gözləmək olar. Bəli. Bəli, ümumiyyətlə, istər fiziki qüsurlu olsun, istərsə də normal insan çalışmaq lazımdır ki, cəmiyyətə inteqrasiya olunsun. Çünki o qədər günümüzdə bacarıqlı, yəni belə deyək, əli ayağı salamat olan insanlar var. Lakin cəmiyyətə özünü inteqrasiya eləmir, bir addım geridədir. Lakin elə fiziki qüsurlu insanlarımız var ki, o həqiqətən də adını yazmağı bacarır. Elə olimpiyadanı nəzərə almaq istəyirəm. Çünki paralimpiyaçılarımız bizim olimpiyaçılarımızdan daha artıq medal Azərbaycana gətirdilər, əldə elədilər. Gez də olsa onları təbrik edirik. Bəli, telefon xəttimizdə tamaşaçımız var. Çox gözlətməyək. Alo. Hər ikiniz, yəni sizləri salamlayıram. Studiyada, yəni əyləşən qonaqlarımızı da salamlayıram. Deyir, ataların bir məsələ var. Deyir, yəni bu qonaqlarımızın yəni əl işləri, yəni əl nuru, göz nurudur. Mən arzulayıram ki, yəni onların gözləri, əlləri yorulmasın. Yəni mən bayaqdan baxıram, yəni çox zövq alıram hər ikisini, yəni əl işlərindən. Yəni bilirsiniz xanımı, yəni o bir xanımın yəni hal-hazırda yəni adı unutdum, yəni Saat Güzəldən xanımımızın. Yəni adı Nigar xanımdır, bəli. Nigar xanımımızın və Məhbə xanımın çox əl işləri mənim çox zövq aldım. Yəni başınızdakı o arasında çox gözəl durur sizə. Özü də ələxsusdan məndə gözəl durur da, yəni nəzər almaq. Sizə hər şey yaraşır. Mövzuya gəldikdə onu bildirmək istəyirəm ki, yəni ictimai qınaq çox olmalıdır. Yəni xüsusilə də sürücülərimizə qarşı. Bəzən mən yəni şahidi oldum ki, bir qoca xanım əyləşmişdi. Onun əlində 10 qəpiyi var idi. Sürücüyə yaxınlaşdı ki, yəni mənim əlimdə 10 qəpiyim var. Yəni inanırsınız, o qoca xanıma qarşı elə rəftar elədi. Ta o xanımı döysə ondan yəni yaxşı olardı. Yəni Könül xanım, çox sürücülərimizi mühakimə eləməyək. Çünki elə gənclərimiz var ki, bəli, nəqliyyat vasitəsinə mindikdə və qoca xanım və yaxud da ki, ağsaqqal insanlar mindikdə öz oturduqları yerdən durmurlar. Bax, bizim özümüzü də yəni qınağa çəkmək lazımdır. Məncə elə qınamaq lazımdır. Mən də belə görürəm ki, tamaşaçılarımız çox belə heyflidir sürücülərdən. Bir də onu vurğulamaq istəyirəm. Yəni əyləşirsən avtobusda, yəni möhkəm səslə, yəni ucadan telefon əlaqələri var, yəni danışırlar. Bu da insanı yəni qıcıqlandırır, yəni ona da qarşı. Mən bir də çox arzulayardım ki, bu parklarda, yəni gəzdiyimiz yerdə, yəni uşaqlarımız və yaxud da böyüklərimiz yanımızda ola-ola o uşaqlar gedib parkdakı ağacları qırırlar, sındırırlar. Yəni bunlara qarşı, yəni cəza tədbirləri olmalıdır ki, yəni onu qırana hardasa bir minimum, maksimum, yəni pul kəsilməlidir. Bu sizin yəni söhbət açdığınız cərimə bu günlərin bizim qanunumuzda öz əksini tapıb və siz heç narahat olmayın, gülləri, çiçəkləri, ələxsusda ağaçları qanunsuz şəkildə qıranlar, toxunanlar müəyyən miqdarda pul cəzası ilə cərimə olunurlar. Könül xanım. Amma ictimai nəzarətə necə olmalıdır? Nəzarət necə olmalıdır? Siz bunun fikrinə, yəni, bəli, necə olmalıdır? İndi ağac kəsmək üçün cərimə müsalə demişkən var. Bəs ictimai qınaq, cəmaatın necə reaksiyası olmalıdır ki, məhz sürücü də həmin o qoca xanıma pis rəftar eləməsin? Bilirsiniz, yəni əgər görürsənsə odur, yəni düşməlisən, bu marşrut qalsın. O marşrutun yəni dəqiqələrləndir də, bu 10 dəqiqəsi olanda həmin o sürücünün yəni olunmamalıdır. Onu yəni insanlar tərəfində yəni qarşısında adaptasiya olunmalıdır, yəni onun marşrutuna minməməlidir. Hansısa bir aksiya keçirilməlidir ki, yəni onlara qarşı yəni olmalıdır ki, yəni o belə sürücülük yəni lazım deyil. Bəlkə o qoca, yəni indi qocalarımız yəni təqaüd olur. Bəlkə təqaüdü alıb da, yaxud da xərcləriniz yəni gedir. Yəni sən o 10 qəpikdən ötürü onu niyə qoymamalısan? Bəlkə zaman ilə çərxi fələk fırlanacaq ki, sənin həyatında baş verəcək. Aydın. Sənin 10 qəpiyin olmayacaq və səni qovalayacaqlar. Çox sağ olun Könül xanım.